Mümkündür, bacararam. Şəhid Həsən Şəfizadə. Qorxma, şübhəsiz ki, üstün gələcək olan sənsən. Hacı Abbasla danışmalıydım. Bilirdim ki, əgər o razı olsa, iş bitmişdir. Hacı Abbas cəbhənin, müharibənin səfalı yadigarlarından idi və məhəllə məscidində demək olar ki, son sözü o deyirdi. Ona görə də birbaşa yanına getdim. Hacı, salam. Hacı Abbas əlindəki vintcanla rəngi qaçmış köhnə radiosunun canına düşmüşdü. Başını qaldırıb gülümsəyərək dedi. Salam, nurlu üzünə qurban, ağa Cavad. Necəsən, nə var, nə yox? Hacının şən və zarafatçıl təbiəti hamıya bəlli idi. Buna görə də kimsə onun yanında özünü qərib hiss etməzdi. Hacı, sizə bir zəhmətim olacaqdı. Sən can istə, kimdir verməyən? Və güldü. Mən də gülümsəyib dedim. Açığı, yeni bir kimyəvi gübrə hazırlamaq və ixtiramı Ümumi Dünya İxtiraçılar Federasiyasına göndərmək istəyirəm. Həm ölkəmizin bayrağı ucalsın, həm kənd təsərrüfatına kömək edim, həm də qızıl medal alım. Gözləyirdim ki, Hacı Abbas da başqaları kimi məni ələ salacaq. Axı, harada bunu deyirdimsə, mənə gülürdülər. Amma gözlədiyimin əksinə, Hacı birdən yerindən qalxıb şövqlə dedi. Halal olsun sənə, balam. Əminəm ki, bacaracaqsan. Hər cür köməyimə arxalana bilərsən. Belə bir reaksiya gözləmirdim. Ən yaxşı halda elə bilirdim ki, məsciddə bir neçə gün işləməyimə birtəhər razı olar. Ona görə də təəccüb və biraz da sevinc içində dedim. Təcrübələrimi aparmaq üçün mənə bir kiçik bağça lazımdır. Evimiz bina evidir. Binanın həyətindəki bağça isə uyğun deyil. Hələ cümləmi bitirməmiş Hacı Abbas dedi. Məscidin bağçası tam ixtiyarındadır. Həm səfalıdır, həm də namaz vaxtlarından başqa burada kimsə olmur. Elə bu gündən işə başlaya bilərsən. Kim sənə nəsə desə, de ki, Hacı Abbas deyib. Hacı Abbasın bu həvəsi və tələskənliyi təbii deyildi. Sanki elə sabah nəticə görmək istəyən bir layihə rəhbəri kimi davranırdı. Öz fikirlərimə dalmışdım ki, Hacı soruşdu. İndi sənin hazırlayacağın bu gübrənin bazardakılarından nə fərqi var? Cavadcan, bazarda gübrə çoxdur, amma mən tərkibində etdiyim dəyişikliklərlə həm bitkilərin zərərvericilərə və göbələklərə qarşı müqavimətini artıracağam, həm də ağacların məhsuldarlığını xeyli yüksəldəcəm. Bəhbə, deməli bərəkətli işdir. Qaç vaxt itirmə, get ləvazımatlarını gətir, bir ya əli de və işə başla. Hacı Abbasın dəstəyi mənə ruh verdi. Elə o an gedib vəsaitlərimi gətirdim. Amma məscidin həyətinə girən kimi maraqlı baxışlar başladı. Namaza gələnlərin hər biri məsələ nədir, deyə soruşurdu. Mən də həvəslə izah edirdim, amma xüsusi gübrə hazırlamaq istədiyimi biləndə baxışlarında min bir şübhə yaranırdı. Hətta inşallah uğurlu olar deyənlərin belə üzündə böyük bir sən bacarmazsan ifadəsi görürdüm. Açığı, bu baxışlar və inamsızlıq get-gedə ümidimi qırırdı. Öz-özümə deyirdim, bəlkə doğrudan da bacarmaram. Vay, əgər əziyyətim boşa getsə, məhəllədə başımı necə dik tutaram? Bu fikirlər məni qorxudur, içimi boşaldırdı ki, acı bir hadisə bütün motivasiyamın üzərindən xətt çəkdi. Bir gün işə elə dalmışdım ki, namaz vaxtının çatdığını unutmuşdum. Ona görə də həyətə tökülən torpaqları yığışdırmağa macal tapmadım. Namaz qılanlardan biri gəlib əsəbi halda dedi. Nə etmisən oğlum, bu torpaqları niyə bura tökmüsən? Məscid bu işlərin yeri deyil, get dərslərini oxu, sənin ixtiram bizə lazım deyil. Bütün həftələrin yorğunluğu canımda qaldı. Sanki dünya başıma yıxılmışdı. Getdim bir küncdə dizlərimi qucaqlayıb kədərə daldım. Başımı dizlərimin üstünə qoymuşdum ki, yanımda birinin dayandığını hiss etdim. Məscidin imam cəmaatı Hacı Ağa Haşim idi. Hacı Ağa məscid ofisinin pəncərəsindən o kişinin rəftarını görmüşdü və indi bir stəkan çay və bir qap şokoladla könlümü almağa gəlmişdi. Salam olsun məhəlləmizin yeniyetmə ixtiraçısına. Çox soyuq cavab verib gözlərimi bir nöqtəyə zillədim. Hacı Ağa yanımda əyləşib dedi. Görməyim ki, ruhdan düşəsən, ağa Cavad. Heç kim mənim bacaracağıma inanmır, Hacı Ağa. Bu bir neçə gündə o qədər soyuq münasibət görmüşəm ki, ümidim tamamilə sönüb. Hacı Ağa çay stəkanını mənə uzadıb dedi. Fironun sehirbazları, əsalarını və iplərini sehrlə ilana çevirəndə Həzrət Musanın ürəyinə bir qorxu düşdü. Həmin an Allah Taala ona buyurdu. Qorxma, şübhəsiz ki, sən daha üstünsən. Sonra Həzrət Musa Allahın əmri ilə əsasını yerə atdı. O böyük bir əjdaha oldu və vəziyyət tamamilə dəyişdi. Hacı Ağa bir şokolad mənə uzadıb davam etdi. Quran bizə həyat tərzi öyrətmək üçün gəlib, oğlum. Deməli, bu ayə ürəyin boşalıb deyəsən sənə də aiddir. Sənə deyir ki, la təxaf, qorxma, Cavad, innəkə əntəl əla. Sənin elə bir qabiliyyətin var ki, bu söz söhbətlərdən daha üstündür. Sonra əlini çiynimə qoyub dedi. Hacı Abbas sənin bacaracağına inanmasaydı,
səni mənə və məscidin idarə heyətinə bu qədər tapşırmazdı. Doğrudan, Hacı Abbas hardadır? Heç görmürəm onu. Vacib bir işi çıxdı, səfərə getməli oldu. Sabah qayıdacaq. İndi isə qalx dəstəmaz al, namaz vaxtıdır. Hacı ağanın sözləri ümidimi yenidən qızdırdı. Düz deyirdi, axı mən ölkənin kimya olimpiyadasının birincisi idim. Öz gücümü kiçik görməməli idim. Ertəsi gün Hacı Abbas səfərdən qayıtdı və onun gəlişi ilə daha heç kim mənə toxunmadı. Əlbəttə sonradan öyrəndim ki, bəziləri mənə dəstək olduğu üçün onu xeyli qınayıblar, amma o rəhmətli dağ kimi arxamda dururmuş. Xülasə, Hacı Abbasın himayəsi altında çəkdiyim zəhmətlər bəhrəsini verdi və gübrəni hazırlaya bildim. Mənə zəng edib, İFİA'nın qızıl medalını qazandım, deyəndə sevincimdən yerə göyə sığmırdım. Mükafatı almaq üçün İsveçrəyə nə vaxt getdim, nə vaxt qayıtdım heç bilmədim. O qədər şirin anlar idi. İrana qayıdış, Hacı Abbas mənim üçün hər şeyi yüksək səviyyədə təşkil etmişdi. Məscidin bəzədilməsindən tutmuş, təbrik banerlərinə və şirniyyat paylanmasına qədər. Elə sevinirdi ki, sanki öz doğma oğlu bu uğuru qazanıb. Qarşılanma mərasimindən sonra məni evinə nahara dəvət etdi. Hacı Abbasın evi. Səngərə bənzəyən bir otağa girdik. Divarları şəhid şəkilləri ilə dolu idi. Hacı əlimdən tutub məni hamısından böyük olan bir çərçivənin önünə apardı və kövrələrək dedi, Həsən ağa, mənim bu kiçik əvəzimi qəbul et. Sonra göz yaşlarını saxlamağa çalışaraq mənə tərəf döndü. Bu şəhid Həsən Şəfizadədir. Sepahın artilleriya qoşunlarının banisi. Müharibə vaxtı silah-sursat qıtlığı can yandırırdı. Heç bir ölkə sanksiyalara görə bizə hərbi texnika satmırdı. Tapılanda da min bir qorxu ilə ancaq tikanlı məftil kimi sadə şeylər verirdilər. Belə bir vəziyyətdə ki, müharibə uşaqlarının çoxu ancaq Kalaşnikov, J3 və qənimət toplar haqqında düşünürdülər. Həsən ağa top istehsal etmək fikrinə düşdü. Kim eşitdisə mümkün deyil deyib ümidsizlik toxumu səpməyə başladı. Mən də ona daim kinayə ilə deyənlərdən biri idim. Bu iş baş tutan deyil, ömrünü hədər etmə. Amma Həsən tək başına bütün bu ruhdan salan sözlərin qarşısında durdu və möhkəm şəkildə dedi. Biz bu işi görəcəyik. Doğrudan da dostları ilə birlikdə dayandı və istehsal etdi. Sonralar Katyusha 122-ni də nümunə əsasında düzəltdilər. Hacı Abbas göz yaşları içində davam etdi. Həsən şəhid olanda çox yandım ki, niyə tənələrimlə onu incitmişəm? Ona görə də illərdir o günlərin səhvini düzəltmək üçün bir yol axtarırdım. Sən gəlib gübrə hazırlamaq istədiyini deyəndə anladım ki, bu ən yaxşı fürsətdir. Sənə dəstək olmaqla vaxtı ilə Həsən ağaya vermədiyim o dəstəyi kompensasiya edim. Ümid edirəm məndən qəbul edər. Hacı Abbasın ilk gündəki o həvəsinin və qarşılanma günündəki sevincinin səbəbini indi anladım. Şad idim ki, onun üzünü ağ edə bilmişdim. Amma öz-özümə dedim, mən hara, şəhid Şəfizadə hara? Mən insanların soyuq baxışından ruhdan düşmüşdüm. Hacı Abbas və Hacı ağa Haşim olmasaydı, bəlkə də geri çəkilərdim. Amma şəhid Şəfizadə əliboş və müharibənin ortasında o qədər qınağa rəğmən sınmadı. Mən bu fikirlərdə idim ki, Hacı Abbas davam etdi. Şəhid Şəfizadə heç vaxt ruhdan düşmürdüsə, bunun səbəbi o idi ki, onun özünə inamı Allaha inamından doğurdu. Yəni hər fürsətdən Allahla əlaqəsini gücləndirmək üçün istifadə edirdi. Dostu deyir, Həsən ağa həmişə dəstəmazlı olardı. Maşınla qərargaha gedirdik. Azan vaxtı çatdı. Mənə dedi, saxla, elə burada namaz qılaq. Qərargaha cəmi 10 dəqiqəlik yol qalmışdı. Amma Həsən ağa ilk vaxt namazının gecikməsini istəmədi. Elə o quru biyabanda namaza durdu. Bəli, balam, Həsən ağa o qədər Allah bəndəliyinə qərq olmuşdu ki, hətta uğurlarını da öz zəhmətinin deyil, Allahın lütfi hesab edirdi. Kərbəla 5 əməliyyatında döyüşçülərdən biri ona dedi, yadındadır, müharibənin ilk günlərində payınıza gündə cəmi 3 dənə 120-lik minaatan mərmisi düşürdü. İndi 700 ədəd top sənin əmrindədir və gündə 600 Katyusha raketi atırsınız. Belə bir günü yuxunda görərdinmi? Həsən ağa cavab verdi. Allah o günləri qarşımıza çıxardı ki, ləyaqətimizi yoxlasın, dözümümüzü və ixlasımızı görsün. Allaha şükür edirəm ki, bizi buna layiq bilib və dinini müdafiə etmək üçün qüdrətinin bir parçasını bizim vasitəmizlə üzə çıxarıb. Bəli, Cavad, sən də bilməlisən ki, yolundakı çətinliklər bir imtihandır. Allahla əlaqəni elə gücləndir ki, heç nədən qorxmayasan və öz bacarığına arxalanaraq böyük uğurlara imza atasan. Hacı Abbasın bu cümləsi mənə Hacı ağa Haşimi və qorxma şübhəsiz ki, sən daha üstünsən ayəsini xatırlatdı. O ayəni ki, qorxunu kənara qoyub, öz gücümə inanaraq dünya qızılını qazanmağıma səbəb olmuşdu. O otaqda ruhum dincəldi.
Elə oradaca əhd etdim ki, mən də Şəhid Şəfizadə kimi öz bacarığıma güvənərək, qorxmadan ölkəmə xidmət edəcəm və Hacı Abbasın bu tövsiyəsini unutmayacağam. Özünə inam Allaha inamın məhsuludur. Buna görə də əvvəlkindən daha çox ilk vaxt namazına, valideynə hörmətə, Qur'anla ünsiyyətə və məni Həsən ağa kimi Allaha yaxınlaşdıracaq hər bir xeyir işə üst tutmalıyam.